Salam əziz şagirdlər və kanalımızın dəyərli izləyiciləri. Bugün 14 dekabr OTK Sınaq Mərkəzinin 8 və 9 siniflər üçün keçirilən sınaq imtahanının Azərbaycan dili suallarına baxırıq. Siz də Rəşad Ümbətovun dərslərində iştirak edib nəticələrinizi maksimum səviyyəyə qaldırmaq istəyirsinizsə, onlayn qruplarımız və sınaq qruplarımızda iştirak edə bilərsiniz. Bunun üçün 070 535 35 55 nömrəsi ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Gəlin keçək suallarımıza. Cədvələ uyğun fikirləri müəyyən edin. Cədvələ uyğun fikirləri. Sıra sayının yazılışı düzgündür. 7-ci palata yanlışdır. 7-ci yazılır. 2 uyğundur, düzdür. Bəli, sıra sayı. 3-4 nəfər adam sıra sayı deyil. Miqdar sayının yazılışı düzgündür. 5,2 düzgündür. 53-cü sıra sayı deyil. Biraz yanlış yazılıb. Düzgün cavabımız 2 və 4. Hansı cümlədə işarə vəzli işlənməyib? Sənə o desə belə, öz məqsədini əl çəkmə. O desə, şəxs mənasında işlənir. Belə düzgün cavabımız A variantıdır. O universitet, həmin oğlan, o zaman, bu uşaqlığımızın xatirəsində hər birində işarə əvəzli işlənib. Hansı cümlə isimlə başlayır? Qocalıq belini bükmüşdür. Elə A variantıdır. Qocalıq isim cəldən şəkilcidir. Qocalanda feili bağlama, qocaman necə, qocanı, qoca, qocayana hər biri, heç birində isim yoxdur. Hansı söz yazılışından fərqli tələffüz olunmur? Uşaq, obyekt, rəhli, təəccüb, icazə. Fərqli tələffüz olunmadı. Cümlədəki 5-ci sual. Cümlədəki əsas nitq hissələrlə bağlı doğru fikirləri müəyyən edin. Sözlərə diqqətlə yanaş, çünki onlar daxili aləmin işığını və ya cəhalətini ortaya çıxarır. İsimlərin hamısı hal şəkilçi qəbul edib. Sözlərə aləmin işığını, cəhalətini, bəli, isimlərin hər biri hal şəkilçi qəbul edib, düzgündür. Bir düzgündür. Sifət çoxaltma dərəcəsindədir. Baxaq. Ümumiyyətcə, sifət yoxdur çoxaltma dərəcəsində olsun. Yanlışdır. Əvəzlik ismi əvəz edib. Onlar. 3 doğrudur. Sifət əlamət bildirir. Bu da yanlış fikirdir. Deməli, düzgün cavabımız 1-3. Y variantı. Amonimliyi olmayan sözü müəyyən edin. Bit amonim olan sözdür. Al, qoyun, ara, bəli, hər bir amonim olan sözdür. Əsir sözü bir hərf fərqinə görə fərqlənən sözləri biz amonim kimi götürə bilmirik. Əsir, əsir məsələn. Düzgün cavabımız E variantı. 7-ci sual. Xüsusiyyətləri sözünün səs tərkibi ilə bağlı doğru fikirləri müəyyən edin. Sait uzanması var. Xüsusiyyətləri var, bəli. Yazıcı ilə tələffüz arasında fərq saitlə bağlıdır. Saitlə bağlı deyil, yanlış fikirdir. Yazıcı ilə tələffüz arasında 2 fərqli məqam var. Xüsusiyyətləri y düşür, l da keçir, bəli. Düzgün fikirdir. İncə saitlərin hangi gözlənilib? Ü də var, u da var, gözlənilməyib, yanlış fikirdir. Qarşılığı olmayan yalnız bir samit işləmişdir. O da r-dır, xüsusiyyətləri. Bəli, düzgün cavab 1-3-5, B variantı. 8-ci sual. Cavadxan sarsılmaz qaya kimi diz çökmürdü cümləsində ifadələrlə bağlı yanlış fikri müəyyən edin. Frazeoloji birləşmədən istifadə olunub. Bəli, istifadə olunub. Diz çökmürdü. Doğru fikirdir. Sözün məcazi mənasında istifadə olunub. Bəli. Elə diz çökmək. Çərçivədə verilmiş nümunə mətin sözlə vəz oluna bilər. Sarsılmaz ilə mətin deməkdir. Bəli. Leksik mənaya malik sözlərdən birinin amonimik xüsusiyyətləri var. Leksik mənaya malik olan sözlərimizdən biri amonimdir. Cavad, xan, qaya, diz çökməmək. Bunlar heç birinin amonimliyi yoxdur. Elə yanlış fikrimiz D variantıdır. Sözlərdən biri yalnız qrammatik mənaya malikdir. O da kimidir, yəni köməsi nitq hissəsidir. Düzgün cavabımız D variantı. 9-cu sual. Azaltma dərəcəsində olan sifətin yazılışı düzgündür. Düzgün yazılmış azaltma dərəcəsində olan sifət istəyir. Alayarımçıq. Alayarımçıq doğru yazılıb. Bəli, elə düzgündür. Uzunsov bitişik yazılmalıdır. Yaşılda hər bitişik yazılır. Çox açıq azaltma dərəcəsində deyil. Ağbəniz isə azaltma dərəcəsində olan sifət kimi götürmürük. Bunlar mürəkkəb sifət kimi götürürük. Düzgün cavabımız A variantı. Hansı nümunədə say işlənməyib? Bəxt və ağıl bir adamda, bir adam işlənib. Balağa girdi bağa, bir quş tutdu, bir quş işlənib. Bax mənə bir gözlə işlənib. Birlik harda, dirlik orada. Bəli, burada say yoxdur. Bir ziyandan min böhtan doğar. Burada da say var. Beləliklə, qrammatika suallarımızın izahı bu qədər. Keçək mətn tapşırıqlarımıza. Mətn izahlarımızla davam edirik. Mətni oxuyub vaxt aparmaq istəmirəm. 11-ci sualımızla başlayaq. Hüseyin Cavidin İstanbulda təhsil almaq məqsədinin səbəbi ilə bağlı ən uyğun ehtimalı müəyyən edin. Müəllimlik fəaliyyətini daha da genişləndirmək, xeyr. Atasının istəyini yerinə yetirmək,
Atasından xəbərsiz yazılmışdı məktəbə. Xarici dillər mükəmməl öyrənmək, xeyr. Yeni ideallar və dünya görüşü qazanmaq, bəli. İstanbulu gəzib dolanmaq, xeyr. Baxın, mətnimizə də diqqətlə baxsaq, onun dünya görüşünü deyir, dəyişdi. İstanbul Universitetində ədəbiyyat təhsili aldım. Sonra 12-ci sual. 3-cü abzatsdakı nöqtələrin yerinə yazıla biləcək sözləri müəyyən edin. 3-cü abzatsımızı tapaq. 3-cü abzatsımız budur. Cavid nöqtələr burada götürərək yazdığı şeirlərdə Cavid nəyini götürərək? Cavid təxəllüsünü götürərək, Cavid titulunu götürərək. Düzgün cavabımız 4 və 5. 13-cü sual. Bu plan bəndini mətnin heç bir hissəsinə aid etmək olmaz. Yazıcının yaradıcılığında iblis anlayışı bəli var. Şairin təhsili bəli var. Ehtiyatı əldən verməyən sənətkar. Bu yanlış fikirdir. Ehtiyatı əldən verməyən sənətkar olsa repressiyaya qurban getməzdi. Yəni o əleyhinə nələrsə yazmazdı. Sonra əsərin bir hissəsində deyir ki, göz xəstəliklərinə baxmayaraq, yəni ehtiyatın əldən verməsəydi göz xəstəliyinin elə arxasına düşərdi. Əsərlərlə aşılanan dəyərlər bəli. Hansı ki, müharibələrin əleyhinə idi. Hüseyn Cavidin gözəllik anlayışı, bəli, Hüseyn Cavidin gözəllik anlayışı var idi. 14-cü sual. Birinci abzasda altından xətt çəkilmiş cümlədəki fikirdən hansı əsas nəticəni çıxarmaq olar? Birinci abzasdakı altından xətt çəkilmiş sözümüz budur. İnsan sevgisindən uzaq düşəndə onun yerini şər və iblis tutar. Gəlin baxaq. Sevgisizlik şəri gücləndirir. Bəli, onun yerini şər və iblis tutar. Sevgisizlik deməli şəri gücləndirir. Düzgün cavabımız elə variantdır. İnsan tənhalığı sevir, xeyr. İblis insanlar arasında yaşayır. Bu da mənaca uyğun gəlmir. Sevgini insanın içindən çıxardan iblisdir. Məzmunca eyni deyil. Həddi olmayan sevgi təhlükədir. Xeyr, düzgün cavabımız A variantı. 15-ci sual. Cavid həm də böyük müəllimdir cümləsi hansı abzasının əvvəlinə artırılırsa, fikirlərin əlaqəsi bərpa olunur. Gəlin mətnimizə baxaq. Mətnimizin 6-cı abzasında deyir ki, Naxçıvanda, Gəncə və Tiflisdə 1925-ci ildən isə Bakıda müəllimlik etmişdir. Deməli, bu hissəyi artırırıq, 6-cı abzası artırırıq. Deyirik ki, Cavid həm də böyük müəllim idi. Naxçıvanda, Gəncə və Tiflisdə 1925-ci ildən isə Bakıda müəllimlə işləməyə başlamışdı. 15-ci sualımıza variantı. Mətnə əsasən Hüseyn Cavid ilə bağlı yanlış fikri müəyyən edin. İnsana böyük qiymət vermişdir. Bəli. Düzgün fikirdir. Yeni üsullu məktəb onun dünya görüşünün dəyişməsində mühüm rol oynamışdır. Bəli, atasından gizlin yazıldığı yeni üsullu məktəbdə dünya görüşünü artırmışdır. Düzgün fikirdir. Məktəbə böyük dəyər vermişdir. Bəli, o məktəbə böyük dəyər verirdi. Deyirdi ki, bir millətin dəyərini, böyüklüyünü anlamaq üçün onun ibtidai məktəbinə nəzər yetirmək lazımdır. İnsanları şərdən əsasən qorxutmaq yolu ilə uzaqlaşdırmağa çalışırdı. Bu yanlış fikirdir. Niyə yanlış fikirdir? O şəri, pis bir şeyləri öz yaratdığı dram əsərlərlə insanlara çatdırırdı. İnsanları şərdən qorxutmaq yolu ilə yox, o əsərlərində bunu aşılamağa çalışırdı. Azərbaycan ədəbiyyatında bir ilk imza atmışdı. Bəli, bu da düzgün fikirdir. 17-ci sual. Mətnin başlığındakı nöqtələrin yerinə uyğun deyil. Mətnin başlığında nöqtələrin yerinə Hüseyn Cavid aşiqi. Nə aşiqi? Nə aşiqi deyildi. Nə aşiqi deyil? Gözəllik və sevgi aşiqidir. Sədaqət və dürüstlük, bəli. Sülh və həqiqət, bəli. Əlbəttə ki, müharibələrə qarşı insanlıq, bəli. İblisi uymamağa çalışdırırdı. D variantında istedad və qabiliyyət. Yəni, mətnimizdə belə bir fikirlərlə rastlaşmadıq. Qabiliyyətlə bağlı falan. Ona görə də düzgün cavabımız D variantdır. Yəni, bu aşiqi deyildi. 18-ci sual. Mətnə əsasən Hüseyn Cavid gözəlliyi nədə görürdü? Şairlərin yazdığı şeirlərdə, təbiətin yaratdığı harmoniyada, sənətin insanı uzatmasında, insanların mehriban davranışında, rəssamların çəkdiyi rəsmlərdə. İnsanların mehriban davranışlarında görür. Düzgün cavabımız D variantı. Çünki niyə insanları müharibədən uzaqlaşdırır, mehriban olmağa çağırırdı. Hüseyn Cavidə məxsus xüsusiyyətləri yazın. Hüseyn Cavidə məxsus xüsusiyyətləri yazaq. Mehriban idi. Necə ki, insanları müharibədən çəkindirməyə çalışırdı. Savadlı idi, mehriban idi. Ürəyə yumuşaq idi. Bu tip sözləri yazsaq düzgün götürəcək. 20-ci sual. Hüseyn Cavidin kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Misralarının mənasını izah edib öz sözlərinizdə yazın. Kəssə hər kim tökülən qan izini, kim ki müharibəni dayandırsa, bu cümləmizdə
Bu deməkdir, kim ki müharibəni dayandırsa, qurtaran dahi odur yer üzünü. Yer üzünün dahisi odur. Hər kim ki müharibəni dayandırsa, yer üzünün dahisi odur. Yəni bu cümlədir. Növbəti mətnimiz ən dəyərli olan nədir? Mətni oxumuram. 21-ci sualla davam edirik. Gənc adamın qocaya qarşı münasibətinin bir müddət dəyişməsinin əsasən nə ilə bağlıdır? Yeni dostlarla daha çox vaxt keçirməsi. Yəni nə oldu ki, bu yeni dostlarla vaxt keçirdi? Birbaşa bu A variantını götürə bilmərik. Yaşlı qonşunun davranışı xeyli heç bir davranış sərgiləməmişdir. Ailə qurması haqqında məlumat yoxsa təhsillə bəli. O deyir, kollecə daxil olur, təhsil almağa gedir. Orada yeni dostlar tapır, artıq qoca yadından çıxır. Düzgün variantımız B variantı. Sonra 22-ci sual. Mətnə əsasən cədvələ tamamlayan fikirləri müəyyən edin. Mətndəki əsas problem gənc adamın qoca qonşusunu unutması, bəli. Problem elə budur. Qocanın xəstələnməsi qoca xəstələnməyi ilə bağlı deyildi. Gənc adamın həyatının sürətli axınına və şəxsi qayğılarına qapılması, bəli, artıq deyir o təhsilinə və yaxud da ki orada dostlarına başı qarışdı. Sonra da deyir iş həyatına başı qarışdı və qoca bunun yadından çıxdı. Problem yaradan səbəb bu idi. 3 də doğrudur. Mətnə əsasən problemin həlli yolu səhvlərini dərk edərək nəticə çıxarır. Bəli, səhvlərini dərk edərək nəticə çıxarır ki, insan sevdiklərlə daha çox vaxt qazanmalıdır. Düzgün cavabımız 1-3-5. 1-3-5 harda D variantı. 23-cü sual. Fikir neçənci abzasın məzmununa daha uyğundur? Vaxt səssizcə axıb gedir, amma onu birlikdə keçirəndə iz buraxır. Gəlin mətnimizin bu hissəsinə baxaq. Deməli, 5-ci abzas götürəcəyik. Çünki baxın, deyir ki, qoca cavan oğlana, gənc oğlana qutunu göndərir. Qutunun içərisində saat var idi və saatın üzərində bu sözlər yazılmışdı ki, mənimlə keçirdiyin zaman üçün sənə çox sağ ol. Zaman üçün çox sağ ol və arxasınca da bu sözləri qoya bilərik ki, vaxt səssizcə axıb gedir, amma onu birlikdə keçirəndə iz buraxır. Deməli, düzgün cavabımız Y variantı 5-ci abzas. 24-cü sual. Yaşlı qonşu balaca oğlan üçün əsasən hansı mənəvi rolu oynayırdı? Mətnimizdə deyir ki, uşaqlar, gəlin əvvəl oxuyaq. Deyir ki, bir gənc uşaqlıqda yaşlı qonşusu ilə çox mehriban idi. Onlar zamanla yaxın dost ola bilmişdilər. Deməli, nədir? Nə rolu oynayır? Dost rolu oynayır. Qol saatın üzərində yazılan sözlər ifadə edirdi. Təəccüb ifadə etmirdi. Xəbərdarlığı deyir, cəsarəti deyir, şikayəti deyir. Minnətdarlığı da, yəni ona minnətdarlıq eləyirdi ki, mənimlə çox gözəl vaxt keçirdim. 26-cı sual. Qocanın gənc adamdan inciməməsi onun xarakterindəki hansı xüsusiyyətin göstəricisidir? İncimir, hətta ona qutunun içində göndərir, saatını göndərir. Və səbəb də kindən uzaq olması olar da, başqa variantlar səbirsiz olması deyil. Özünü insanlar unutması deyil, qayğı gözləməsi deyil, kimsəsiz olması deyil idi. 27-ci sual. Mətninə aid plan bəndlərin ardıcılığını müəyyən edin. Acı xəbər və peşmanlıq ən sondadır. Qızıl qutunun sirrinin açılması, gənc adamın zamanla yaşlı kişinin uzaqlaşması, dəyərin dərk olunması və münasibətlərin dəyişməsi, mehriban qonşuluq münasibəti. Deməli, birinci plan bəndimizdə birinci mehriban qonşuluq münasibətidir. Yəni, onlar birinci qonşu olurlar, sonra dosta çöndərlər. 5 ilə başlayan cümləni götürüb, 5 ilə başlayan cümləmizdə A variantı, bir variantda olduğu üçün A variantımız. Mehriban qonşuluq münasibəti, gənc adamın zamanla yaşlı kişidən uzaqlaşması, acı xəbər və peşmanlıq, qızıl qutunun sirrinin açılması, 4 isə dəyərin dərk olunması və münasibətlərin dəyişməsi. Cavab A variantı. 28-ci sual. Mətnə uyğun olmayan fikri müəyyən edin. Dəyərli vaxtımızı ancaq özümüzə sərf etməliyik. Səhvdir də bu fikir. Dəyərli vaxtımızı özümüzə sərf etməliyik deyə mətndə bir cümlə işlədilmirdi. Zamanımızı gözəl şeylərə sərf etməliyik. Bəli. Yaxınlarımızla keçirdiyimiz anlar qiymətlidir. Bəli. Həyatda insana qalan mehribanlıq yaxşı münasibətdir. Düzdür. Həyat gözəl anlarımızın sayı ilə ölçülür. Bəli. Qocanın demək istədikləri, vermək istədiyi dərs bu idi. 29-cu sual. Son abzasdakı nöqtələrin yerinə uyğun elə nümunə yazın ki, mətndəki əsas fikir ifadə olunsun. Son abzasa baxırıq. Deyir ki, son abzasımız 6-cı abzasda. Deyir ki, çünki artıq anlayırdı ki, həyatda ən qiymətli şey, nöqtələr bu hissədədir. Həyatda ən qiymətli şey insanın yaxınları ilə, sevdikləri ilə vaxt keçirməsidir. Belə bir cümlə yaza bilərsiniz. 30-cu sual. Eyler-Venn diaqramına uyğun fikirləri yazın. Gənc adama aid xüsusiyyətlər yazırıq, yaşlı qonşuya aid xüsusiyyətlər yazırıq. Sonra da hər ikisinin ortaq cəhətini götürürük. Gənc adama aid yaza bilərik ki, unutqandır və etdiyi səhvdən dərs çıxarır. Bəli. Yaşlı qonşuya da yaza bilərik ki, sədaqətli dostdur. Bir də yaza bilərik ki, kinsiz insandır. Ortaq cəhətinə də yaza bilərik ki, hər ikisi birlikdə vaxt keçirməyə bacaran insanlardır. Yəni, birlikdə də vaxt keçirməyə bunlar bacarmışdılar vaxtı ilə. Daha sonradan isə gənc adam dostları ilə vaxt keçirdiyi üçün qoca yadından çıxmışdı.
Bu fikirlərdən götürsəz, uyğun balı alacaqsınız. Beləliklə uşaqlar, bugünkü mətn izahımızın və qrammatik izahlarımızın bu qədər. Növbəti sınaqlarda görüşənədək sağ olun, salamat qalın.